Son günlər ölkədə baş verən qeyri-sabit hava şəraiti nəticəsində dəniz suları çimərliklərə dolub. Bəs baş verən hadisə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqəli ola bilərmi? Bugün TV Oxu Az saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov bildirib ki, qeyri-sabit hava şəraiti dənizin səviyyəsinin qalxmasına təsir etməyəcək. Bu kimi hallar yalnız dəniz səviyyəsinin müəyyən zaman ərzində 1 və ya 2 saatlıq artmasına səbəb ola bilər. Lakin ümumilikdə dənizin səviyyəsinin qalxması müşahidə edilmir. Yalnız yağışlar günlərindən yağsa, bu zaman dənizin səviyyəsində artım müşahidə edilə bilər. Səid Səfərov qeyd edib ki, belə vəziyyətlərdə gəmiçiliklə məşğul olan şəxslər məlumatlara uyğun olaraq təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.